Məsələn xanım, mən görürəm ki, əynimizdə kəlağayı var. Bu da bizim qədim adətlərimizdəndir. Bir məlumat verin görək bunun mənası nədir? Kəlağayı qədim dövrümüzdən günümüzə qədər gəlib çatmış milli geyimimizdir və bu gün də hal-hazırda da istifadə olunur. Əvvəllər kəlağayını baş örtüsü kimi istifadə olunurdular. Bu insanları hava şəraitinə görə elə bir küləkdən, günəş şüalarından qoruyurdu. Bunun materialı nədən olur? İpək. İndi biz sizinlə yumurta döyüşdürəcəyik. İstəyirəm ki, yumurta döyüşdürməyin mənasını biraz öyrənək. Yumurta döyüşdürmək Novruzun əyləncəli tərəflərini üzə çıxarır. Tonqaldan atlanmaq kimi. Aha, tonqaldan atlanmaq kimi. Tonqaldan atlanmaq, papaq atmaq. İndi gəlin bu adət-ənənəni yaşatmaq adına Görək biz biz də nə bir edirik? yumurta döyüşdürək. Sizdən əvvəlki qonağım sizin bacınız Geyşah xanım mənə məğlub oldu. Görək indi bizim aramızdakı döyüş necə olacaq. Sarını mənə yazdı. Gerçekten hiç yaramaz şimdi. Ay sen yaramaz. Olursam udana böyle verir yumurta. Niye? Yemək üçün? Vermirəm. Canım yumurta. Hey, bu büyün çox döyüşdü. Ona görə qabığını zədələdilər bunu. Bu dözümlü yumurtaydı bu. Sizin, mən onu uşaqlıqdan bilirəm. Siz Böyrünə barmaqlarınızı belə tutursunuz, onlar vuranda kənara vurur və barmağınıza dəyir. Ona görə sınır. Amma mən düz ortasına vurdum və sizin yumurtanız. Halal. Bundan sonra bu yumurta ilə döyüşəcək. Bir dənə qonağımız qalıb, oynandı mı?